Salam dəyərli izləyicilər. Bildiyiniz kimi dünən Dövlət İmtahan Mərkəzi magistratura qəbulun birinci mərhələsinə bağlı imtahanları keçirib. Bu imtahanlarla bağlı müxtəlif narazılıqlar var magistratura qəbuluna bağlı. Və bu narazılıqlar həm ixtisas fənləri ilə, həm bu fənlər üzrə deyək ki, məntiq, informatika və ingilis dili üzrə sualların çətinliyi ilə bağlıdır. Digər narazılıqlar da var və biz bu məsələlərlə bağlı suallarımızı təhsil eksperti Rizvan Fikrətoğlu ilə müzakirə edəcəyik. Rizvan bəy, xoş gəlmisiniz. Xoş gördük Zalim müəllim. Təşəkkür edirəm. Rizvan bəy, əvvəlcə istərdim ki, magistratura qəbul, ümumi bu, deyək ki, ingilis dili, məntiq, informatika üzrə, ixtisasları üzrə imtahanlar keçirilir, suallar salınır. Və bizdə bu DİM son 4 ildə bu imtahanları keçirir. Xarici təcrübə ilə deyək ki, bizim DİM-in təcrübəsi arasında nə kimi fərqlər var bu magistratura imtahanlarında? Əvvəla Zalim müəllim, onu vurğulayım ki, Dövlət İmtahan Mərkəzinin bu işlərdə üstün cəhəti çoxdur. Həm təcrübəsi genişdir, artıq illərin təcrübəsi formalaşır Dövlət İmtahan Mərkəzində. Yəni məsələn siz ola bilsin ki, həmin dövrləri görmüsünüz. Məsələn Sovetin dövründə o vaxt Dövlət İmtahan Mərkəzi olmayanda imtahanlara qəbul o qədər də şəffaf olmurdu. Amma indi belədir ki, hazır ged imtahana balını topla və həmin bala uyğun nəticəyə uyğun ali məktəblərə və ya da magistratura, doktoranturaya qəbul. Amma sadəcə təbii ki, hər dövrün və hər sistemin özünə uyğun problemləri var, özünə görə müəyyən problemlər var. Faktiki olaraq magistratura imtahanı bizdə onun da tarixi genişdir. Keçirmə tarixi. Magistratura imtahanında əvvəllər belə idi ki, imtahan 2 mərhələdən ibarət idi. Birinci mərhələdə indi olduğu kimi deməli məntiq, informatika və xarici dildən suallar salınırdı. Təbii ki, burada məzun xarici seçimində sərbəstdir. O ingilis dili, rus dili və digər dilləri seçə bilər. Məntiqdən ona 50 sual təqdim olunur. Eləcə də informatikadan 25 və xaricdən 25 sual. Amma bu da necədir? Deməli burada açıq sual var və hətta esse var. Xarici dildən 5 bal esseyə verilir, 20 bal isə açıq və qapalı tipli suallara. Biz bir tərəfdən deyirik ki, repetitorluq, yəni biz demirik daha doğrusu, yəni rəsmi şəxslər Təhsil Nazirliyi deyir. Təhsil Nazirliyi bu yaxınlarda bildirdi ki, biz bu institutun getdikcə imtina eləməliyik. Yəni məktəblər normal təhsil verməlidir. Amma biz bunun tamamilə əksini görürük praktikada. Yəni necə əksini görürük? Biz bir tərəfdən pisləyirik repetitorluğu, yəni biz də rəsmi şəxslərdən söhbət gedir, amma digər tərəfdən sistem bizi repetitorun yanına etməyə məcbur edir. Məsələ necə baş verir? Baxın, fərz edin ki, mən filologiyanı qurtarmışam, filologiya məzunuyam və mən IT mütəxəssisinin bildiyi, hətta ondan daha yüksək bildiyi səviyyədə informatikadan imtahan verməliyəm. Mən C1 səviyyəsinə xarici dili bilməliyəm. Yəni bu yüksək səviyyədə. Hələ mən sərbəst şəkildə yüksək səviyyədə esse də yazmalıyam. Üstəlik də ki, məntiq də heç bir yerdə o məntiq keçirilmir. Riyazi və müəyyən qədər məntiqi təfəkkürdən müəyyən qədər kənar. Daha çox riyazi və yaxud da ki, ümumi məsələlər üzərində qurulmuş məntiqdir. Onu nə orta məktəbdə görmürsünüz, nə ali məktəbdə görmürsünüz. Həmin o səviyyədə informatikanda nə orta məktəb, nə ali məktəbdə görmürsünüz. Həmin xarici orta məktəblərdə o səviyyədə keçirilmir, universitetdə keçirilmir. Amma gəlir sizə bunu təqdim edir. Biz o fənlər üzrə deməli ayrı-ayrı irəlilərə toxunacağıq, amma ümumilikdə bugünkü tənqidi fikirlər arasında mən bir fikrə də rast gəldim ki, ümumiyyətlə bu təhsil haqqında qanuna görə Azərbaycanda təhsil dili dövlət dilidir. Və bu imtahanlara ingilis dilinə salınması ilə bağlı narazılıq var. Və beynəlxalq praktikada da deyirlər ki, məsələn tutaq ki, Amerikada magistratura qəbulu imtahan verən hər hansı əcnəbi dil tələb olunmur, yaxud da digər elə bizim ölkələrdə, qonşu ölkələrdə. Və bu məsələ ilə bağlı fikirləriniz necədir? Siz bu məsələyə doktoranturadan gəlmək istəyirəm. Məsələn, doktoranturada minimum dil imtahanı keçirilir. Mən öz üstəm, yəni bu xarici dillər onsuz da bizdə, orta məktəbdə də, bakalavr səviyyəsində də Ürəksizən səviyyə tədris olunmur, bəli. Amma hər halda tədris də var. Və əgər deyək ki, bu həmin 11 illik təhsildə və 4 il bakalavr zamanı bunu öyrənirsə, bu kifayət eləyir də. Yəni təzədən magistratura imtahanlarında bunun olması doğrudurmu sizcə? Verdiyiniz suala rəsmi cavab budur ki, artıq biz beynəlxalq çıxışlar əldə edirik.
ən azı şəxs bir dili mükəmməl bilməlidir. Yəni bu nöqteyi nəzərdən bunu əsaslandırırlar. Amma mən elə düşünməzdim. Yəni xarici dildə o şəkildə imtahan olunması, yəni Siz sualların çətinlik səviyyəsini nəzərdə bəli, o tutursunuz. çətində imtahan olunması düşünürəm ki, elə də məqbul deyil və bundan da əlavə məsələn əvvəllər belə idi ki, 2 mərhələyə bölünürdü. Birinci mərhələ yenə eyni qayda məntiq, informatika, xarici və ikinci mərhələdə ixtisasdan sual salınırdı. Uzun müddətdəki ikinci mərhələ tamamilə ləğv olunub, kökləndi birinci mərhələyə. Təsəvvür edin, hansı ixtisası bitirməyinizdən asılı olmayaraq siz ingiliscə imtahan verməlisiniz. Hansı ixtisası bitirməyinizdən asılı olmayaraq informatika, məntiqdə imtahan verməlisiniz. İxtisas qalır kənarda. Magistratura hər hansı, yəni ixtisasın üzrə hər hansı bir, məsələn, tutaq ki, jurnalistika üzrə televiziya üzrə sən artıq ixtisaslaşırsan, müəyyən bir qol seçirsən. Mən televiziya üzrə ixtisaslaşıramsa, məsələn, jurnalistikada, mənə, yəni o şəkildə informatika, məntiq və xarici dil nə kömək edə bilər? Yəni o şəkildə. Mənə lazımdır ki, mən televiziya üzrə nə qədər bilgiliyəm, mən nə qədər bu sahəni bilirəm. Mənə bundan imtahan lazım deyilmi? Amma bizdə necədir? Fərqi yoxdur hansı ixtisas qurtarmısan. Standart məntiq, yəni belə deyək, riyazi məntiq, akademik səviyyədə ingilis dili və informatika sizdən tələb olunur. Və bu da nədir? Siz bunu heç yerdə görməmisiniz. Nə etməlisiniz? Repetitorun yanına etməlisiniz. Sanki sistem sizi məcbur edir ki, olan qalan bütün cibinizdə olan pulu repetitora verməyə məcbursunuz. Hazırlar heç də ucuz deyil Azərbaycanda. Bahadır hazırlığın qiyməti. Dim niyə bu məsələdə maraqlı olsun ki, məsələn, deyək ki, hazırlaşan insanlar repetitorun üstünə üst tutsun? Bilirsiniz, əslində burada suallar, cavablar da fərqlidir. Məsələn, tutaq ki, siz düşünürsünüz ki, mən imtahana gedəcəm və istərsiniz hazırlaşırsınız və digər də hazırlaşır. İndi müəyyən plan yeri məsələsi var. Məsələn, burada 15.000, 14.000 plan yeri ayrılır. Düzdür, bu 22.000-ə yaxın belə deyim, məzun imtahan verdi və istərsiniz deyim görürük ki, bəs suallara doğru cavab yazanlar həqiqətən də yüksəlir, istəsən sualların səviyyəsini çətinləşdirir. Bir bu istiqamətdə, bir də ki, yəni dediyim kimi, yəni tələblər qoyulur ki, beynəlxalq standart, yəni dilin yüksək səviyyədə bilinməsi və digər məsələlər. Əslində dilimin burada maraqlı tərəf kimi belə deyim, çıxış etməsi həm də məzunlardan gələn cavablardır. Nə hansı cavablar? Yəni onlar hazırlaşırlar və istərsiniz bu yəni dim suallar ağırlaşdığı zaman məzunların hazırlıq səviyyəsini istəsəniz yüksəlməli. Burada artıq kurslar rəqabətə girir. Yəni adi VÖE ilə qeydiyyatdan keçmiş kurslar, bəzilərinin heç VÖE də yoxdur, qeydiyyat da yoxdur. Artıq kurslar burada rəqabətə girir. Məsələn, tutaq ki, mənim kitabımdan düşmüşdü sual, mənim kitabımdan düşmüşdü. Belə bir prinsip formalaşır. Amma açığı deyək ki, həmin o tələblərin, o yüksək sual, çətin suallarla biz qurtaran məzunları iş yerdə gələndə axı həmin o səviyyədə intellekt, həmin o səviyyədə səriştə, bacarıq. Məsələn, jurnalistikdə şəxsən belədir. Biz görmürük axı bunu. Biz bəzən deyirik ki, əzbərçilikdən keçirik məntiqi intellektuala, yəni belə deyək də. Amma yəni biz deyirik ki, məntiqi təfəkkürü inkişaf etdiririk. Amma bu heç də belə deyil. Biz əzbər gedirik. Baxın, biz belə bir praktika aparmışdıq, bakalavrlarda onu aparmışdıq. Deməli, adam 500-dən yuxarı bal yığan 10 məzundan biz bunu keçirdik. Onlara eyni 3 il əvvəl eyni kitabçanı və eyni düşən sualları yenidən təqdim elədik ki, eyni imtahan vaxtı. İmtahan necə keçirilmişsə, bu da belə. Həmin belə deyək, tələbə idi, onlar 3-cü kursda oxurlar. Həmin tələbələr məsələn 500 yığmışdılarsa 250 yığdılar. Eyni sualdır. Bunlar vaxtı 3 il əvvəl. Yəni bu özü də göstərir ki, bu əzbərçilik sistemidir. Bu gün əzbərləyirsən və sabah unudursan. Bəli, bizdə praktika deyil o, əzbərçidir. Məsələn, siz deyirsiniz, tutaq ki, jurnalistikadan sizə magistraturanı bitirən gəlir ki, bəs görürsünüz ki, onun səviyyəsi çox aşağıdır. Çünki o dediyim kimi ixtisası üzrə o, yəni ixtisaslaşır, amma həmin ixtisaslaşma üzrə ondan imtahan götürülmür. Ondan məntiqdən, o da müəyyən məsəl üçün fiqurları öyrənir, müəyyən ədəd ardıcılığını və yaxud da informatikadan müəyyən qədər əzbərləyir və yaxud da xarici dildə bu gün artıq müəyyən texnikası var, qaydası var. Hansısa sözlə yadda saxlayır, uyğunlaşdırır. Yəni bu oldu əzbərçilik və bu əzbərçilik də müddəti uzun olmur. Qısa müddətdən sonra yaddan çıxır. Onun nə lazımdır? Bariyeri aşmaq lazımdır. Yəni bizdə bakalavr da belədir, magistratura da belədir və digər təhsil pilləri, hətta işə qəbul, doktorantura hamısı bu şəkildə qurulur. Yəni onda informatika ilə bağlı suallarla narazılıqlar var ki,
qeyri-praktik suallardır. Bu informatikadan olan bu dəfə qəbula düşən suallarla bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə Dövlət İmtahan Mərkəzinin öz sosial şəbəkə hesablarında, yəni baxın mesajda hər belə deyək 10 rəydən 9-u etirazdır. Əslində mən sizə bir reallığı etiraf edim. Bizdə əvvəlki illərə baxanda bu ildən də çətin suallar düşüb. Yəni bunlar bu il üçün deyil. Əvvəlki illərdə də çətin suallar, bundan da çətin suallar olub. Sadəcə məsələ odur ki, informatikada müəyyən bir dərslik var və həmin dərslikdən düşür. Məsələn, sualların müəyyən qədər quruluşu, strukturu, müəyyən qədər çaşdırıcı olması, müəyyən qədər belə deyim də daha çox intellektuala yox, daha çox əzbərçiliyə söykənməsi. Məsələn, kimin əzbərçiliyi daha güclüsə o daha yaxşıdır. Həm də nəzəri məsələlərə, praktik məsələlərdən çox nəzəri məsələlərə daha çox üstünlük verildiyi irad kimi bildirilir. Halbuki magistratura üçün daha çox praktik sualların qoyulmasının vacib olduğu vurğulayır bəzi ekspertlər. Ümumiyyətlə informatika ilə düşür. Yəni daha çox nəzəri. Məsələn, tutaq ki, deyir ki, hər hansı bir sizə bir bucağı göstərir, deyir bu Word-da hansı led qrupundadır. Yəni siz artıq onu əzbər bilməlisiniz. Normalda kompüter qarşımızda olanda biz bilirik onu, görürük, çünki gözümüzün qabağındadır. Amma qəbula düşəndə isə onu siz artıq əzbər yadda saxlamısınız, bu hardadır. Bəli, informatika demək olar ki, əzbərçiliyə, praktikaya söykənmir. Məntiqlə bağlı suallar necə dəyərləndirirsiniz? Məntiqlə bağlı suallar adətən məntiqlə bağlı suallar əvvəlki illərdə düşmüş sualların təkrarı harca təxminən 35-ə yaxın biz məntiq müəllimlərlə bunu müzakirə elədik. 35-ə yaxın suallar əvvəlki illərdən düşüb olduğu kimi, yəni təkrar düşən suallar var. Sadəcə əvvəlki illərdə sual kitabçıları verilmirdi deyə məzunlar o sualları izləməli çətinlik çəkib əvvəlki. İndi təzəlidir, keçən artıq bir neçə ildir onlar sual kitabçıları təqdim olunur, əvvəl təqdim olunmurdu. Əvvəlki illərdən düşən suallar olur əksəriyyət. Amma yenə də biz baxanda görürük ki, orada elə suallar var ki, yəni onlar çox vaxt aparır. Yəni və yaxud da ki, məntiq belə bir şeydir ki, siz suala çox köklənəndə beyin avtomatik yorulur. Hətta məsələn bütün ekspertlər də belə bu qənaətdədir ki, məntiqi əvvələ yox axıra işləmək lazımdır. Çünki məntiq o qədər yorur ki, artıq digər fənlərə qayıda bilmirsiniz, çətinlik çəkirsiniz. Yorucu suallar, vaxt alan suallar. Ən çox şikayəti biri odur ki, 3 saat vaxtdan. Ya deyir, sualların müəyyən qədər bir qaydada salın, ya da ki, vaxtı çox verin. Təbii ki, vaxtı 3 saatdan çox vaxt vermək də praktiki cəhətdən doğru hesab olunmur. Sualların asanlaşmasına bağlı da güzəşt etmək istəmir. Bəs bu imtahanlarla bağlı bu yeni qayda tətbiq olunur. Birinci mərhələdə deyək ki, abituriyentlər pul ödəyirlər 50 manat və indi ikinci mərhələdə də bu həmin vəsaiti təzədən iştirak edənlərdən də pul yığılır 50 manatdan. Bu barədə nə deyə bilərsiniz? Yəni bu doğrudanmı həqiqətən o imtahanların keçirilməsi xərclərini qarşılamaq üçündür? Sizə gəlmir ki, bu məbləğ çox böyükdür bir imtahana, bir abituriyentin üçün düşən xərcə görə, xərcə nisbətlə? Ümumiyyətlə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə çevriləndən sonra artıq özü maliyyələşdirməyə başladı. Təbii ki, maliyyəsi də əsasən abituriyentlərin, məzunların imtahanda iştirakı ilə bağlıdır. Dövlət İmtahan Mərkəzində yəni kifayət qədər xeyli işçilər çalışır. Eləcə də burada bir imtahan hazırlamaq üçün sualların hazırlanması, ekspertlərə ödənilən ödəniş, eləcə də sualların saxlanması, logistika xərcləri, nəzarətçilərin xərcləri, imtahan rəhbərləri, eləcə də bina nümayəndəsi və digər bu kimi şəxslərə ödənilən xərclərdən həmçinin oradakı şəxslər maaş alırlar, əmək haqqı alırlar, onlar da əslində bu yığılan məbləğlərdən. Məsələn üçün biz magistratura hesablasaq təxminən 22 min məzun və bunu 50 manatdan vuranda 1 milyondan bir az çox məbləğ deməkdir. Təbii ki, DİM tək magistr imtahanı keçirmir. Hesab edəmiz ki, bu məbləğ çox böyükdür və az qala DİM-in hər həftə keçirdiyi imtahanlar məqamında bu böyük məbləğlərdən söhbət gedir. Hesab edəmiz ki, burada bu məbləğlər şişirdilib və çox tələb olunur. Əslində bununla bağlı belə deyim, mövzu biraz iqtisadi məsələdir. Amma düşünürəm ki, yəni DİM-in bu kimi xərclərini nəzərə alsaq və indi tək DİM imtahanlarla bağlı xərc çəkmir və digər xərclər də yaranır. Tutaq ki, məsələn üçün müəyyən satın alma məsələləri və s. və yaxud da müəyyən binanın tikilməsi, binanın saxlanılması xərcləri və DİM də publik hüquq şəxs olduğuna görə bu kimi yerlərdən bu pulu çıxarır. Yəni bu daha çox məsələn audit və iqtisadi məsələlərdə yoxlama baxımından düşünürəm ki, yəni dövlət bunu çünki bu pulu DİM müəyyənləşdirmir. Bunu Tarif Şurası müəyyənləşdirir.
Çox güman ki, Tarif Şurası bu məsələləri nəzərə alır ki, məbləğləri qoyur. Amma ümumilikdə məsələn biz götürsək, normalda bir ailədən bir dənə magistratura Məsələn, vaxtı ilə bu imtahanlar neçə başa gəlirdi? O vaxt ümumiyyətlə pulsuz idi bu imtahanlar, dövlət qarşılayırdı. Məsələn, yadımıza gəlir biz iş nömrəsi almaq üçün 2 manat neçə qəpik ödəyirdik, iş nömrəsi alırdıq ya da iş nömrəsi üçündür. Yəni bu pulu dövlət qarşılayırdı. Artıq din publik hüquqi şəxsə çevriləndən sonra bu pulu vətəndaşlar, yəni imtahanda iştirak edən şəxslər qarşılamağa məcburdur. Aydındır. Biz son vaxtlar şəxsən məndə belə bir təəssürat var ki, indi bu müxtəlif sahələrdə, daha doğrusu eyni sahədə fəaliyyət göstərən dövlət qurumlarının fəaliyyəti bir-birini izləməlidir. Deyək ki, çəkici bir nöqtəyə vurmaq məsələsi. Amma bəzən belə təəssürat yaranır ki, yəni sanki bu Təhsil Nazirliyi və DİM arasında bu çəkici eyni nöqtə yox, fərqli nöqtələrə vurmaq belə müşahidə olunur. Deyək ki, biri repetitorlar aradan qalxıb, orta məktəbdə normal təhsil verilməsinin istiqamətində addımlar atıb çalışır. Biri isə siz dediyiniz kimi tamamilə repetitor institutunun güclənməsinə rəvac verən, əzbərçiliyi güclənməsinə rəvac verən addımlar atır. Sizin bir ekspert kimi bu məsələ ilə bağlı fikirləriniz necədir? Ümumiyyətlə, Elm və Təhsil Nazirliyi də rektorluğa mənsub edir şəxsləri. Bu necə baş verir? Baxın, burada məsələlər müəyyən qədər müxtəlifdir. Mən bunu abituriyent üzərindən bir misal kimi çəkəcəm, daha aydın olsun məsələ. Deməli, şəxs 11-i bitirir və buna 11-ci sinifdə 11-ci sinifin proqramından dərk keçirlər. 11-ci sinif proqramının dərk keçildiyinə görə müəllim aşağı sinifləri keçmir. Amma Dövlət İmtahan Mərkəzi 5-dən 11-ə qədər və ən ağır formada bundan cavab tələb edir, suallar təqdim edir. İstər-istəməz məsələn 5-də oxunan biri 11-də yaddan çıxır və yaxud indi baxın necə hansı formada oxuyur. Məcburdur şagird yenə repetitorun yanına getsin. Ümumiyyətlə repetitor kimdir? Məktəbin müəllimləri. Hansı müəllimləri? Məktəbin ən yaxşı müəllimləri. Deyirlər məsələn müəllimlər. Yəni əksəriyyətin belə fikir var ki, ümumiyyətlə orta məktəblərdəki imtahanlara dinin müdaxiləsi, yəni ki, prosesin xeyrinə yox, ziyanına işləyir. Siz nə deyə bilirsiniz? Bəli, ümumiyyətlə belə deyim də, bu repetitor kimdir? Orta məktəb müəllimidir də. Biz onu belə deyək də kənardan gətirmirik, bəli. Həmin məktəbə dərs deyən müəllimdir. Bu məktəbdə yaxşı dərs deməlidir ki, bu repetitor olsun. Bilirsiniz, Elm və Təhsil Nazirliyinin bir çıxışı vardı. O müəyyən qədər saytlarda düzgün formada verilmədiksə, məsələn, Elm və Təhsil Nazirliyi bilirsiniz nə deyir? Deyir, məsələn, əgər müəllim, adlı müəllim dərs keçirsə və bu müəllim dərsin keyfiyyətsiz keçirsə, gücün repetitorluğa saxlayırsa, həmin uşaqları öz yanına çağırsa repetitorluğa, dərsdə keçmir. Amma evində keçirsə, bu müəllim vicdansız müəllimdir. Əslində alt tərəfi, yəni biz də o fikirdəyik. Yəni, amma belə müəllimlərin sayı çox azdır. Hətta deyərdim ki, yoxdur. Belə müəllimlər, çünki müəllim proqram elə qurulub ki, müəllim 11-ci sinifə girirsə, bu məcburda 11-ci sinifin dərsini keçsə buna. 6-cı sinif qanunverici də buna icazə vermir. 6-cı, 5-ci sinif keçmək məcbur deyil. Bilirsiniz necədir? Beynəlxalq praktikada bilirsiniz necədir məsələ? Məsələn, tutaq ki, siz 5-i qurtarırsınız. Yox, siz deyirsiniz elə, amma həqiqi mənada biz görürük ki, eyni müəllimlərdir, hamımızın övladlarımız təhsil alır və biz görürük ki, həmin müəllim məktəbdə verdiyi biliyi evində ondan daha yaxşı verir. Yəni bu faktdır və mən o fikirlə razı deyiləm ki, belə müəllimlərin sayı səbəb bilirsiniz niyədir? Fakt repetitor institutunun güclü olması və əhalinin daha çox ora yönəlməsi də bunu təsdiq edir ki, evdə işləyən müəllimlər məktəbdə işləyən müəllimlərdən həmin müəllimlərdir. Amma o evdə daha belə səmərəli istəyirlər. Çünki bunun qarşılığında onlar maddi maraq var. Maddi maraq var. Səbəb tək maddi maraq deyil. Bilirsiniz necədir? Müəllim məktəbdə çərçivə içindədir. Burada problem dərsliklərdir. Yəni dərslər elə qurulub ki, bilgi vermir, məlumat yoxdur. Amma müəllim evində istədiyi formata keçir, DİM-in istədiyini verir. Amma Təhsil Nazirliyinin qurduğu sistem DİM-in istədiyi sistem deyil. Məsələ burasındakı ziddiyyətlər var, siz özünüz də bunu etiraf edirsiniz. Yeri gəlmişkən bu magistratura imtahanlarla bağlı belə fikirlər də səslənir ki, ümumiyyətlə bu magistratura imtahanların institutların özünə həvalə eləmək lazımdır. Bax, bu necə nəticələnə bilər? Bu prosesin xeyrinə ola bilər, yoxsa elə universitetlər də bundan özü sui-istifadə edə bilər? Ümumiyyətlə, xarici təcrübədən, Türkiyə təcrübəsində elə çox uzun etmək, bu praktika geniş istifadə olunur. Yəni, universitet özü tələbəsini götürür. Amma biz Sovet dönəmində, düzdür, mən o dövrü görməsəm də, biz öyrəndiyimiz, eşitdiyimiz budur ki, məsələn, universitetlər orada rüşvət amili də var idi. Bizdə artıq mərkəzi bir imtahan var. DİM, bax, bu obyektivliyi DİM həmişə qoruyub.
Məsələn, mən heç vaxt şahid olmamışam ki, kimsə durub desin ki, mən bu qədər pul verdim, dilin imtahandan keçdim. Bu qeyri-mümkün. Sistem orada elə qurulub ki, orada başqa bir müdaxilə yol verilmir. Yəni mümkün deyil, belə o müdaxiləni hətta sədrin özü belə istəsə o mümkün deyil. Çünki sistem elə qurulub ki, müdaxiləyə yol verilmir. Sadəcə mən düşünürəm ki, universitetlərin bu gün ixtiyarına verilsə, yəni burada insanların nəzərə alsaq, neqativlərin ümumiyyətlə sayı arası kəsilməyəcək və burada savadsızlığa yol alacaq. Sadəcə məqsəd bizim istədiyimiz odur ki, din imtahanı müasir belə deyək də bu məntiq və bu formada yox, daha çox reallıq üzərində qursun. Yəni insanı ixtisasdan sual cavab etmək lazımdır, ixtisasa qiymət vermək lazımdır. Hamıya, yəni A-dan B-yə bütün ixtisaslara gətir, qabağına 100 suallı kitab, 95 suallı kitabça qoy, məntiq, informatika, ingilis dili, bu məntiqli bir şey deyil. Problem budur. Hətta bəlkə ayrı-ayrı universitetlərə görə o dəyişə bilər, orada fənlər dəyişə bilər. Təbii ki, ixtisasa görə dəyişə bilər, müəyyən kateqoriyaya görə dəyişə bilər, amma burada standartlıq bir dənə. Yəni belə deyək də, qurum öz nəzərə salmaq istəmir. Niyə bu? Bax bu yanaşma niyə bu cürdür deyək ki? Əvvəllər belə deyildi. Əvvəllər 2 mərhələ idi və 50 balda ixtisasdan sual cavab olunurdu. Sadəcə bu mənim ehtimalımdır. Çox ehtimal edirəm ki, burada kadr problemi oldu. Məsələn, elə ixtisaslar var ki, orada Azərbaycanda mütəxəssis ya 1 ya 2 mütəxəssis, elə adam var ki, heç mən istəmirəm, mütəxəssis tapmaq olmur. Təbii ki, o 1-2 nəfər sual verirsə və burada istərsəniz sualların sızdırılması və yaxud da ki, o da repetitordur, siz də bir repetitorla məşğulsınız və öz suallar verirsiniz. Çünki bu hallar var idi, az-çox bilirdik. Yəni artıq belə deyək, bu neqativlər, çünki ixtisaslaşmanın qolları çoxdur. Bu neqativlərin qarşısını almaq üçün çox güman ki, ikinci mərhələ ləğv olundu. Amma mən düşünürəm ki, əksinə ekspertlər yetişdirmək lazım idi, bax bu mərhələlərlə bağlı. Ləğv eləmək yox, sırf ixtisas üzrə köklənmək lazım idi. Amma təəssüf ki, elə deyil. Aydındır. Əlbəttə siz də dediyiniz kimi bu neqativlər çoxdur və biz vaxtımız məhduddur bütün bu problemləri bir verilişdə müzakirə eləmək, amma mənə elə gəlir ki, biz bir çox məsələlərə toxunduq. Təşəkkür edirəm sizə gəldiyinizə görə. Çox sağ olun. Minnətdaram.